Hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Masazırdayıq. Masazır dairəsinə yaxın. Ana yola, Əlağa Vahid küçəsinə yaxın. Marşrutlara yaxın, məktəbə yaxın. Hündür ərazi. Qazı, suyu, işığı daimi. Kanalizasiya sistemi, mərkəzləşmiş kanalizasiya sistemi. Belə bir gözəl küçəsi. 2 mərtəbəli həyət evləri çıxıb satışa. Bu evlərin qiymətləri deməli 95.000, 90, 85.000. Bu qarşıdakı evlər 95.000, növbəti evlər 90.000, axırdakı 2 dənə də 85.000. Qoşa daş, mərtəbələr arası monolit beton, sənət kupça, 6 qarajdır. Sizə yaxından məlumat verim. Birinci, ikinci mərtəbə ilə sizi tanış edəcəm. Sonra da birinci mərtəbə ilə tanış edəcəm. Hörmətli izləyicilər, bura evin dəhlizi. Girən kimi sol tərəfdə evin zalı, bir gözəl zalı var. Üstürlər asılıb, pərdələr asılıb. Gördüyünüz ikinci qapı mətbəxin qapısıdır. Bu mətbəxi, bu belə bir gözəl mətbəxi var. Aksesuarları uğraşdırılıb, mətbəx mebeli yığılıb, jalizi, üstü. Bu yataq otağının biri. Bu da yataq otağının ikincisi. Gözəl zevnlə bəzədilmiş yataq otaqları. Bu da hamam sanitar qovşağı. Aksesuarları quraşdırılıb, stəyəkənə qədər asılıb. Sanitar qovşağının polu da isti poldur. Hörmətli izləyicilər, mərtəbələr arası monolit beton, qoşa daş, çox keyfiyyətli tikilmiş evlərdir. Bu evin qiyməti 95.000 manatdır. İndi sizi birinci mərtəbə ilə də tanış edeyim. Hörmətli izləyicilər, bura həyəti, gördüyünüz kimi pilləkənləri də betondan, ağlay daşlarla düzənləyib. Bu həyəti də bir təxminən 20 kvadratdır. Yəni süfrə açmaq üçün normal ölçüyə malikdir. Bəs edir. Burada 4-cü otağı yaratmaq mümkündür. Böyük bir dənə 4-cü otaq yaratmaq olar burada. Tədbirləri də görülüb əvvəlcədən. Bax, burada bir yay mətbəxi düzəltmək olar və yaxud zalı studiya eləmək olar. Ona görə bax, gördüyünüz bax, isti pol xətləri çəkilib, su xətləri çəkilib, kanalizasiya xətti çəkilib burada. Tədbirlər görülüb. Bu hissə hörülə bilər. Burada bir böyük bir normal ölçüdə 4-cü otağı yaratmaq olar. Burada ən vacib hissə evin qarajı. Bax, böyük belə bir qarajı var. Çox böyük qarajı var. İstənilən sedan maşın çox rahat şəkildə girə bilir bu qarajlara. Bax, belə bir böyük qarajı var. Bunlar da rigerləri. Binalarda olur belə rigerlər. Əlavədə, hörmətli izləyicilər, arxada deməli, o təxminən 10 kvadrat bir köməkçi sahəsi var. 10 metr uzunluğunda, 1 metr enində belə bir torpaq sahəsi var. Yəni, artıq əşyaları yığmaq, maşının ehtiyat hissələrini yığmaq üçün əla bir variantdır. Yenə də təkrarlayıram, hörmətli izləyicilər, evlərimizin bu evin qiyməti 95.000 manat. Əlaqə nömrəm şərh bölməsində yazılacaq. Kanala abunə olmağınızı sizdən xahiş edirəm. Bugünə bu qədər. Çox sağ olun.